Amma alimlər arasında mən bilən bu məsələdə ixtilaf var da. Hətta bir çox alimlər, müasir alimlər əksəriyyəti, yəni Şiə ilə Rafiz arası fərq qoymur. Deyirlər ki, indikinin əksəriyyəti Rafiz əqidəsində olanlardır və bir az hissəsi məsələn Zeydilərdir. Amma mütəqəddimlərin arasında əksinə yox, biz o demirik. Bu başqa məsələdir. Orada söhbət gedir. Məsələn, bax, bizdə necədir? Bizdə sən hər mən şiəyəm deyəni Rafizi deyə bilmirsən. Hətta namaz qılanla da. Aydındır. Biz o cəhətdəndir. Belə ümumən götürsək, şiə məfhumu bu dəqiqə, yəni ümumən götürsək, Zeydiləri çıxsaq, belə ümumən Zeydiləri çıxsaq, hər şiə Rafizidir. Ümumən belədir. Lakin fərdinə götürəndə, məsələn, bugün şiələrin içərisində, hətta Azərbaycanda, İraqda, hətta İranda, məsələn, Fəzullahçılar var. Onlar Fəzullahı təqlid edirlər, bu müctəhidlərdən biridir. Sən onlar Rafizi deyə bilmirsən. Rafizi də niyə? Çünki onlar çox qəribədir, o biri şiələr Rafizi deyirlər. Və heç bir sahabəni söymürlər. O Fəzullah özü, hətta Xomeyninin, Lənkəraninin, onların fətvaları var ki, Fəzullahın kitabı, o da müctəhid olub, təqlid edirlər onu. Hətta o Fəzullahın kitablarını oxumamaq, kitablarını yandırmaq barədə fətvaları var. Qəti şəkildə sahabələri söymək, bu Fatimə anamızın qaburğasını sındırdılar. Bizdə regionlarda, bəzi yerlərdə sünnilərə qaburğa qıranlar deyirlər axı, bu hadisəyə görə. Hamısını inkar edir. Belə yox ha, elmi şəkildə. Kitablar zadlar yazıb və onu təqlid edənlər var, hətta Azərbaycanda. Bu da ümumən şiədir. O da həmin, yəni belə deyək də, şeyin içinə gəlir. Eyni sistemdir, möhür və s. Eyni sistemdir, yəni. Eyni, belə deyək də, Cəfəri təriqətidir. Amma əqidə, o əqidə deyil. Müasirlərdən də onlara Fəzullahçılar deyirlər idi. Zeydi deyirlər. Onlar Cəfəridirlər. Lakin sahabələrə münasibət, sünnət əhlinə münasibət bu Rafizlərdəki kimi deyil. Yəni, Rafizlər əslində səni, məni kafir görür. Onlar əslində bizə təkfirçi deyirlər. Xavaris, deyirlər, Vahabilər, Xavarislər, Vahabilər belə deyirlər. Onlar özləri təkfirçidirlər. Yəni, əslində və çox qəribədir, müasir. Hətta Azərbaycanda, laf açıq deyim, Allah şükürün müavini var, Mirəziz. Onun kitab var, İslami söhbətlər. Yəni, bu adam komitənin, yəni işçisidir də, oranın, idarənin işçisidir. Onun kitab var, İslami söhbətlər. Orada şiə firqələri adında bölüm açıb. Şiə firqələri 1, 2, 3, 4. 1, 2, 3 xavarislər. Xavarislər şiə firqələrindən görür özü. Aydındır. Deyir ki, xavarislər şiə firqəsidir. Çünki xuruc məsələsində ittifaq edirlər axı. Həmçinin şiələr arasında onlar təkfirçidirlər. Yəni, bugün şiələr, yəni şiə, onlar bunu ishar eləmirlər, ha. Çünki ishar eləsələr, çünki onlar bugün dünyada o gedən bəzi proseslərdən, Rafizlər, dırnaq arası məharətlə istifadə edirlər əhl-i sünnətin əleyhinə, şiid və s. bağlamaq istəyirlər, əlaqələndirmək ki, siz başqa sənsiz, yoxsa sənsiz, oğrusunuz, təkfirçisiz, özünüzdən başqa hər kəsin qanlı malını halal görürsünüz. Lakin bu sifətlər hamısı onların özlərindədir. Lakin onlar təqiyyən bunu gizlədirlər. Yəni, sən buna əmin ol ki, Rafizlər, şiələr, şiə olmayan hər kəsin canlı, qanlı malına halal verir. Bu, onların əqidəsinin əsaslarındandır. Onlara görə 12 imamdan birini, vilayətini, imamətini inkar edən hökmü bütün peyğəmbərlərin inkar edən hökmü kimidir. Və onlar fiqh kitablarında, nəcasət bölümündə, məsələn, bizdə fiqh kitabında nəcasət bölümündə nəcasətin növlərindən danışmırıq. Həmin şiə alimləri fiqh kitablarında nəcasət bölümündə firqələrdən danışır. Şiə olmayan firqələrdən danışır. Məsələn, sünniləri, məsələn, nəcsin növləri, 2, əhl-i xilaf, yəni şiə olmayan əhl-i xilaf, onlar sünnilərə əhl-i xilaf deyirlər. Məsələn, əhl-i xilaf və ya navasib deyəndə bizi nəzərdə tuturlar. Nəcasətin növlərindən sayırlar. Aydındır? Yəni, sənə dəysə gedib əlini yuyar. O halda namaz qılmayacaq ki, əlim nəticə dəy. İndi var da bizə. Aydındır, məsələ nəyə? Yəni, onlar əslində
o həmin əqidədədirlər. Təkfir və xavarizmin əqidəsindədirlər. Lakin təqiyyən onu özlərini məzlum kimi göstərirlər, yazıq kimi, güya bizi söyürlər, döyürlər, öldürürlər, biz yazığıq, biz məzlumuq. Həqiqət belə deyil. Və tarix də bunun şahididir. Şah İsmail Xatai dövrü, Fatimilər dönəmi və s. Hasan hakimiyyətə gəldilər, müsəlmanların qanunu tökürlər. Hasan hakimiyyətə gəldilər, müsəlmanların qanunu tökürlər. Bir dənə kafir ordusu üzərinə fətləməyiblər. Bir dənə kafir diyarını almayıblar. Tarixdə yoxdur belə şey. Hasan hakimiyyətə gəldilər, müsəlman qanunu tökürlər. Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.